Deli bürclər, od ünsürlərinin, Qoç, Şirox, Xatan bürclərini 29 sentyabrdan 6 oktyabra doğru nələr gözləyir? Birinci Qoçlardan başlayaq, amma ümumi dəyərləndirsək od ünsürləri bu həftə sizə uğurlu bir həftə olacaq. Ümumi dəyərləndirsək Qoçları bu həftə olaraq nələr gözləyir? Birinci Qoçlar bu həftə Qoç olmayacaqsınız. Su ünsürü kimi olacaqsınız, emosiyalan olacaqsınız. Emosiyalar və hisslərinizi aktivləşdirə bilməyəcəksiniz. Özünüzü istəklərinizə görə bir qəfəsdə qalacaqsınız. İstəyəcəksiniz çölə çıxmaq, sizə deyəcəklər zamanı deyil. İstəyəcəksiniz şans və uğurunuzu aktivləşdirmək, sanki sizi kısıtlayacaqlar. İstədiyiniz şəkildə önə çəkilməyiniz, canfəşanlığınızın qabağını alacaq bəzi nüanslar olacaq. Qoçlar bu həftə biraz daha qocaman, daha ağıllı, daha böyük, daha güclü insanlar kimi düşünməyə başlayacaqsınız. Və öz müdrikliyinizi aktivləşdirmək istəyəcəksiniz, amma tam istədiyiniz kimi bu aktivləşməyəcək. Balans hər şeydən vacibdir Qoçlar. Bu həftə sevgi, maddiyyat, bədənsal enerjiləriniz bu üçlü balansla aktivləşdirməsi və stabil şəkildə aparması. Bu həftə belə deyim də ən böyük bir məqamda deyir ki, ətrafınızda baş verən hər şeyi izlə, danışılan sözləri eşit və addımla. Yəni bu həftə öz beynimizi işə salmağa Qoçlara ehtiyac yoxdur. Qırağın, ətrafın sizə doğru təsir və addımlar nəticəsində irəliləməni aktivləşdirə bilərsiniz. Pis həftə deyil, həftə şans olaraq həftənin ikinci gündən etibarən başlayaraq 6-cı gün şənbə gününə qədər şans, pul, maddiyyat enerjilərinizi aktivləşdirəcək, amma bu həftə siz xoşbəxt olmayacaqsınız. 75%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Qoçlar. Şirlərə gələndə isə şirlər bu həftə siz uğurlu bir həftədə olacaqsınız və bəlkə də həftənin ən uğurlu insanlarından birisi olacaqsınız. Yəni bu həftə oyun oynayacaqsınız. Yəni ya xəyanət edəcəksiniz, ya yalanlarınızı aktivləşdirəcəksiniz. Bu həftə bilirsiniz nə olacaqsınız? Mən kapitanım, hər şeyi idarə etmək, hər şeyi gücləndirmək və öz məncilliyimi önə çəkmək istəyəcəksiniz. Bu doğru deyil. Bədən olaraq, sağlamlıq olaraq bədənimi, sağlamlığımı, ruhumu dinləməyi bu həftə öyrənməlisiniz. Əgər bunu edəcəksinizsə, şu həftənin kral və kraliçaları siz olacaqsınız. Sadəcə və sadəcə bu həftə maşınla, yolla əlaqədar çox ehtiyatlı olursunuz. Texnika ilə əlaqədar olaraq evinizdə nə texnoloji alətlər varsa, onların ehtiyatlı olursunuz və bu həftə ağzımızdan çıxan sözlər avtomatik olaraq, bumerang olaraq özümüzə qayıdır. Karmik olaraq bizi bloklaya bilər. Şirlər, buna fikir verin. Həftənin ilk günləri, birinci, ikinci, üçüncü günlərində yalanımız, xəyanətimiz aktiv dövriyyədə olacaq. Buna ehtiyac yoxdur. Zaten güvənilir deyilsiz şirlər. Ümumi dəyərləndirsə həftənin sonlarına doğru yorğunluğunuz çox olacaq. Bədəninizi psixoloji olaraq, bədəninizi ruhsal olaraq, belə deyim də, qidalandırmalısınız və sakitləşdirməlisiniz. Gözəl həftə olacaq. Mən həftəni çox gözəl bəyəndim. Çünki bu həftə insanları özünüzün əhatəsində toparlayıb onlardan güc enerji almaq çox yüksək səviyyədə bacaracaqsınız. 87-88%-ə qədər uğurlu edə bilərsiniz şirlər. Oxatanlara gələndə isə oxatanlar bu həftən çox qısqanc olacaqsınız. O qədər aqressiv olacaqsınız. O qədər öz gücünüzü göstərəcəksiniz ki, yəni ədaləti mən bərqərar edirəm, amma və lakin yolu da mən çəkirəm. Bu həftə hər kəsə yol çəkəcəksiniz. Bu həftə hər kəsi qabağa çəkməyə çalışacaqsınız. Bu həftə hər kəsi belə deyim də kral kimi qiymətləndirəcəksiniz, amma vəzir kimi yanınızda saxlayacaqsınız. Bu həftə çox işləyəcəksiniz və işlədiyinizin də bəhrəsini görəcəksiniz. Sadəcə və sadəcə oxatanlar. Dövlətlə, rəsmiyyətlə əlaqədar bəzi nüanslarda alacağınız xəbərlər, gözləntiləriniz tam sizi qane etməyəcək bir formada olacaq ki, sizi qıcıqlandıracaq. Məntiqimdə istədiyim şeyləri bu həftə tam əldə edə bilmədiyim üçün oxatanlar deyingən bir vəziyyətdə qalacaqsınız, amma stabilliyi qurmağa bacaracaqsınız və bu həftə iş, pul, maddiyyatla bağlı oxatanlar yeni bir xəbər, yeni bir yol, yeni bir cığır çəkəcəksiniz ki, bu sizi aktivləşdirə bilər. Bu həftə sevginiz bol olacaq. Bu həftə yeni bir sevgi ola bilər. Bu həftə içinizdə olan sevgi arta bilər. Və yaxud da həyat yoldaşınıza, övladınıza, valideynlərinizə qarşı həddən artıq sevginiz güclənmiş bir formada davam edə bilər. Ümumi dəyərləndirsək, qısqanclıq və paxıllığımızı qırağa qoysa, o xatanlar bu od ünsürünün xəstəliyidir. Qısqanclıqda sizin üstünüzə yoxdur od ünsürləri. Bunu qırağa qoya bilsək, 84%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. O xatanlar.